Doktor, sosial şəbəkələrdə görürəm ki, 5 dəqiqə əməliyyat icra edirəm, 10 dəqiqə əməliyyat icra edirəm. Bu nə dərəcədə reallığa uyğundur? Bəzi hallarda məsəl üçün deyək ki, bir kiçik əməliyyatlar, yerlik yerləşdirmə altında icra olunan əməliyyatlar qısa müddət ərzində çəkə bilər. Amma daha çox böyük əməliyyatlar, spinal və ümumi anesteziya altında icra olunan əməliyyatlar təbii ki, daha çox vaxt tələb eləyir. Ümumiyyətlə qeyd eləmək istəyirəm ki, əməliyyat özü marafon deyil. Yəni burada söhbət insanın həyatı və sağlamlığından gedir. Ona görə də əməliyyat müddətindən çox təbii ki, işin keyfiyyətinə diqqət yetirmək lazımdır. Təbii ki, deyək ki, bir sidik qaçırma əməliyyatı zamanı torun yerləşdirilməsi deyək ki, bir 10-15 dəqiqə ərzində çəkə bilər. Amma məsələn biz adətən əməliyyatlarımız zamanı tək o proseduru icra etmirik. Eyni zamanda deyək ki, ön divarı bərpa edirik, arxa divarı və sair mövcud olan problemləri aradan qaldırırıq. Ona görə də təbii ki, bu daha çox vaxt tələb edə bilər. Deyək ki, bir saat civarında baş verə bilər. Amma dediyim kimi, istənilən əməliyyat zamanı ən başlıca işin keyfiyyətinə diqqət edilməlidir ki, bu da təbii ki, əməliyyatın müddəti də pasientdən pasientə, xəstəliyin ağırlığına asılı olaraq və sair dəyişə bilir.